Bismillah. Bilirsiniz bu nədir? Bu, el arasında göz muncuğu kimi tanınan, insanların uşaqlarının üstündən asdığı, evlərindən, maşınlarından asdığı, güya onları bəla və müsibətlərdən qoruduğuna inandığı bir şeydir. Əslində isə bəlanın elə başlıca səbəbi elə bu özüdür. Çünki cinlər və şeytanlar zaten sevirlər belə şeyləri. Onlar elə ən çox da belə şeylərin ətrafında toplanırlar. Siz üstünüzdən belə şeylər asaraq daha çox onların diqqətini cəlb edirsiniz. Bu göstərdiyim muncuq sadəcə bir nümunədir. Bu kateqoriyaya aid olan, ölkəmizdə də yaygın olan hələ çox şey var. Məsələn, at nalı, nə bilim qırmızı ip bağlayırlar, qırmızı lent bağlayırlar, sancaq taxırlar, yastığın altına qayçı qoyurlar, nə bilim bədnəzərdən qorunmaq üçün evin qabağında tikanlı kolkos əkirlər. Belə şeylər cinlərin insanlara müsallat olmasına səbəb olur. Yəni sözün xülasəsi odur ki, qorunmaq istəyirsinizsə, bunu yerləri və göyləri yoxdan xəlq edən Allah Sübhanehu və Teala'dan istəyin. Əmrlərinə itaət edərək, haramlarından da uzaq duraraq bunu Allahdan istəyin. Çünki Allah qoruyanların ən xeyirlisidir.